Generalın qızı dövlət idarəsində qalmaqal saldı, Qarabağ qazisinə hörmətsizlik elədi. Videonu təqdim edəcəm, paylaşın və üstəgəli vurub kanalımıza abunə olun. General-mayor Natiq Əliyevin qızı Türkər Əliyevanın daşınmaz əmlakın dövlət reyestr xidmətinin Abşeron ərazi dairəsində yaratdığı iddia olunan insident ciddi suallar doğurub. Məlumata görə Türkər Əliyeva bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra Abşeron ərazi idarəsinə gəlib iddialara əsasən söhbət daşınmaz əmlaka dair sənədlə bağlı məsələdən gedib və həmin sənədin həqiqiliyinə dair idarədə ciddi şübhələr yaranıb. İdarədə mübahisə zamanı Türkər Əliyevanın üzərində dövlət geribi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atdığı bildirilir. Hadisənin yüksək səslə, qışqırıq və emosional davranışla müşayiət olunduğu da qeyd edilir. Məhz bu məqamda idarədə növbə gözləyən 2-ci Qarabağ müharibəsi qazisi məsələyə müdaxilə edib, qazinin xanımdan sakit danışmasını xahiş etdiyi, səhhətinin ağır olduğunu, yüksək səsə dözə bilmədiyini və yaranmış səs-küy səbəbindən növbəsinin də gecikdiyini bildirdiyi deyilir. Videonu təqdim edirəm. Özünüz baxın, şərhlərdə yazın. Ay işine yapıyorum, siz benim başıma düşürün. Ay işine başlıyorum. Çıkın gör, çölde söhbət. Eləmirəm. Sizin səsiniz yoxdurmu? Xahiş edirəm səsini toğun aşağı. Ha birinci növbədə xahiş edirəm. Sizin yaşınız qədər mən qəlbə qaşıram bədəmdə. Xəbəriniz var sizin. Hərbisi qızsan, sən hərbisi qız olsa hörmət beyin Sizin ihtiyac yoxdur mənə çəkməyə. Sizin ihtiyac yoxdur mənə çəkməyə. Və sizin buradakı işçilər deyiləm. Və sizin buradakı işçilər deyiləm. Eşitdiniz məni? Samuqya bunu aparır. Mən Samuqya bunu aparır. kim mən aparım? Mən heç kəs burada aparım. Açıq geçsin deməsin. Mən heç kəs aparım. Mən heç aparım burada. Bazı deməyə Sen kimsən? Sen kimsən? Sen gel özüne cevap ver kişi. Buradaki. Haydi, haydi Eşendi. Eşendi xəstə olduysan. Eşki sen senin yaşın kadar kaderde kalbime. Kızım var ya şahsen ben